da qapısına. Ağıllı adam gərək axtarış eləsin. Deyir, bu gəldi, Yazidin qapısını döydü. Qapıçılar açdı, nə işdi? Dedi, mən Əmir Əl-Möminini görmək istəyirəm. Yəni, Yazid ona Əmir Əl-Mömin dedi. Dedilər ki, bugün Əmir Əl-Möminin yeyib içib kef içindədir, yəni sənə baş qoşa bilməz. Get, sabah gələrsən. Bu getdi. Səhəri gün yenə gəldi, qapını dedi, açdılar, nə işdi? Dedi ki, Əmir Əl-Möminini görmək istəyirəm. Yəni, yenə nəzərində Yazid onu da. Elə bunlar dedi ki, qaqa, bu günləri vəziyyəti yaxşı deyil, başı gözü ağrıyır, qəzəbinə düçar olursan, yeri get, sabah gələrsən. Səhəri gündə gəldi, yenə qapını döydü, dedilər ki, nə işdi? Dedi, mən 2 gündür gəlmişəm. Dedi, hə, bu gündə heç, yəni, dindirməsən yaxşıdır. O baxdı, gördü, 3 gündür mən gəlirəm Yazidin qapısına, bunun qəbuluna düşə bilmirəm. Amma bu şəxs həkim idi. Deyir, götürdü dərman, davadan, üz qoydu Mədinə şəhərinə. Gəldi, istədi İmam Hüseyin ağanın ziyarətinə gələn, dedi ki, yox, yoxlayacağım hələ, birinci özüm getməyəcəm. Gəldi, xəstə axtardı, bir xəstə tapdı, bir xanımdır, əri dünyasını dəyişib, bir yetim oğlu var. Gəldi, bunu müayinə elədi, dedi, hə, sənin dərdin çox ağırdır, gərək sənin bu dərd və dərman eləmək üçün ağ atın ağciyəri gərək olur. Bunu deyəndən sonra bu yetim ağladı, bu yetimin at almağa pulu yoxdur axı. Dedi, oğul, niyə ağlayırsan? Dedi, ona görə ki, biz hardan tapacaq, biz kasıb adamıq da, ata yox. Qohum əqraba kömək eləmir, ancaq elə çörəyimizi güclə tapırıq. Dedi, sən narahat olma, sənin ağın var, Əmir Əl-Möminin var, İmam Hüseyin əleyhissalam var. Ged onun qapısına. Deyir, bu yetim ağlaya-ağlaya ərsə-ərsə gəldi İmam Hüseyin əleyhissalamın qapısına. Deyir, qapını döyəndə soruşdular, kimsən? Dedi, mən bir yetiməm, ağam İmam Hüseyin əleyhissalamın xidmətinə gəlmişəm. Deyir, ağa İmam Hüseyin özü çıxdı bu yetimin qarşısına. Oğul, niyə belə narahatsan? Dedi, anam xəstədir, amma həkim deyib ki, onun dərmanı bir dənə ağ atın ağciyəridir. Deyir, ağa İmam Hüseyin əleyhissalam bu yetimin başına əl çəkdi, nə vaziş elədi buna. Buna o qədər məhəbbət elədi ki, ata balasına eləyən məhəbbət. Deyir, gətirdi, bunu oturtdu, bunu yedirdi, içirdi və əmr verdi ki, bir dənə ağ atı kəsin, onun ağciyərini verim, bu yetimi yola saldılar. Yetim sevincə gəldi, içəri girəndə, deyir, bu həkim vaxtı gördü ki, hə, əlində bir paket gəlib. Dedi, oğul, nə oldu? Dedi, hə, getdim İmam Hüseyin ağamın qapısına, ağ atı kəstirdi, bu da ağciyər gətirmişəm. Bu baxdı, dedi, yox, mən səhv eləmişəm, kitabda o vərəqə açmamışam, başqa vərəqə baxmışam, gərək qara atın ağciyəri olur. Bu yetim yenə başladı ağlamağa. Amma bax ki, İmam Hüseyin əleyhissalamın balaların, yetimlərin Kərbəla yolundan Şam yoluna gedincə, Kufə yoluna gedincə nə qədər döydülər İmam Hüseyin ağanın balaları. Deyir İmam Hüseyin ağaya ki, yenə dedi ki, getkinən İmam Hüseyin ağanın qapısına, yenə sən əli boş qaytarmaz. Bu yetim utana, narahatçılıqla qayıtdı, yenə qapını döydülər, İmam Hüseyin ağaya xəbər verdilər. Deyir, yetimin gəlişini eşidən kimi ağa gəldi, yenə buna nə vaziş elədi, poşuna əl çəkdi, üzündən öpdü, buna çaydan, çörəkdən bir dənə də qara atı kəsdi, ağ ciyərin kəsdirib, verdi bu yetimə, yola saldı. Deyir, bu yetim gəldi, içəri girəndə, həkim dedi, gətirdin, dedi, hə, bu qara atın ağ ciyəri. Baxdı, dedi, heyhat, yenə mən səhv eləmişəm, gərək qırmızı atın ağ ciyəri olar. Deyir, bu minvalla bu yetimi 7 dəfə İmam Hüseynin qapısına göndərdi. İmam Hüseyin ağa 7 dənə atı kəsdirib, ağciyərin bu yetimə verib yola saldı. Deyir, elə ki, bu həkim baxdı, gördü ki, bəli, mən yolu bu günə kimi səhv getmişəm, Yazid onu Əmir Əl-Möminin bilmişəm. Mən Yazidin qapısına 3 gün həkimliyimlə məxşur adam olduğum halda mən onun qəbuluna düşə bilmədim. Amma İmam Hüseynin xidmətinə bir dənə yetimi göndərirəm. Hər gün bir dənə atı kəsdirir.
onun ağciyərini verib gəl. Demək bizim əmirən müminimiz, möminlərin ağası İmam Hüseyin əleyhissalamdır. Deyir, gəldi, bu dərmanı düzəltdi. Dedi ki, sənin anın narahat olma, tezliklə şəfa tapacaq, heç bir narahatçılığı yoxdur, day ağlama günən. Mən sənə bir həkim kimi söz verirəm. Yəni, ağır dərdi yox idi. Bunun işi o idi ki, İmam Hüseyin ağanın məqamını tanısın. Deyir, durdu oradan, gəldi İmam Hüseyin ağanın qapısına, qapını döyəndə deyir, namazda idi İmam Hüseyin əleyhissalam. Deyir, xidmətçilər dedilər ki, kimdir orada? Dedim, mən gəlmişəm İmam Hüseyin ağamı görməyə. Dedilər, hə, buyur gələn, gəlin içəri keç gələn. Baxa, İmam Hüseyin ağanın nökərləri də necə xidmət eləyir. Gəl içəri gir gələn, sənə bir xidmət eləyir, bir çaydan, çörəkdən, sudan. Dedi, yox, mənə heç nəyə ehtiyac yoxdur. Elə mən bu həyat bacadan bir nəzər salaram. Deyir, bu gözün dolandırdı, görüb, həqiqətən bu 7 dana at kəsilib. Bir baxdı, gördü, gözəl Allah, həyətin bir başqa tərəfində 7 dənə at kəsilib, 7'si də qanaradan. Deyir, İmam Hüseyin əleyhissalam namazın qutardı, necə evdən çölə çıxan kimi bu qalxdı ayağa. Deyir, İmam Hüseyin əleyhissalam baxdı, dedi, ilahi, mən ki, o sənin göndərdin o yetimi ki, hələ boş qaytarmadım. Səni an verəm o yetimin haqqına, bu atlara can verginən ki, təzədən dirilsinlər. Yəni, bu möcüzəni göstərmək istəyirdi ki, hər şey Allahın qüdrət əlindədir. Və bizdə Allahın nökərləri, Allahın təyin elədiyi imamlar o. Odur ki, deyir, Allahın əmri ilə həmin o 7 dənə at, ciyəri götürülmüş at cana gəldi Allahın əmri ilə. Necə ki, İsa Peyğəmbər ölünü dirildirdi, o 7 dənə at dirildi, oldu canlı bir at. Allah and verirəm İmam Hüseyin əleyhissalamın məqamına. Biz də İmam Hüseyin ağamızın qapısına gedəndə bizim müşkillərimizi, çətinliklərimizi dua eləsin, Allahdan istəsin. Hər nə dərdimiz var, Babəl Havaiz Əvəlfəz ağamızın əli ilə dərdlərimizə dərman eləsin inşallah. Xəstələrimizə şəfa kəramət eləsin.